sevgili mehbubum benim, vatanimdir, vatanimdir, vatanim. Səmanın açıq, gökyüzünün ulduzlarla dolu olduğu qaranlıq gecələrdə asimanı seyr edin. Bu ucu bucağı görünməyən kəhkəşanda gördüyümüz və görmədiyimiz nə qədər ulduzlar var. Bəlkə onların hansındasa elə bizdəki kimi ya bizdən fərqli həyat var. Bəlkə orada da bizim kimi ya bizdən daha ağıllı, daha duyğulu insanlar yaşayırlar, varlıqlar mövcuddular. Onların da öz təqvimləri var, öz illəri, öz ayları, bizimkindən büsbütün fərqli zaman ölçüləri. Biz də bu ucu bucağı görünməyən kainatda əbədi səfərdəyik. Öz gəmimizdə üzdürük yer kürəsində. 20-ci yüzyılın başlanğıcından günümüzə gəlib çatan bir cüt misra var. Abdullah Şaiqin sətirləri. Bəlkə buna oxşar misraları başqa dillərdə, başqa xalqların şairləri də haçansa yazıblar. Amma Abdullah Şaiq misraları elə sərrastdır ki, elə düşüncəyə, ruha uyğundur ki, gərək dünyanın bütün dillərində səslənə və hər insanın dilində əzbər ola. Hamımız bir günəşin zərrəsiyik, hamımız bir yuva pərvərdəsiyik. Bu şeiri bir Azərbaycan şairi yazıb. Hamımız deyir. Hamımız deyəndə yalnız Azərbaycanlıları nəzərdə tutmur. Bütün yerliləri, bütün dünya sakinlərini göz önünə gətirir. Hamımız bir günəşin zərrəsiyik. Bəli, bircə günəşimiz var. Yeryüzünün bütün insanları işığı, istini ondan alır, o günəşdən. Bu ortaq yuvamızda min illər, 10 min illər boyu saysız insanlar, nəsillər gəliblər, gediblər. Yaşayırlar bugün də və gələcəkdə də yaşayacaqlar. Yeryüzündəki insanları bir-birindən ayıran cəhətlər elə sayı bilinməyən ulduzlar qədər çoxdur. Amma bu ortaq yuvamızın bütün sakinlərini, yeryüzünün bütün insanlarını qovuşduran bircə dəyər var, bircə gün. O gün ki, gecə ilə gündüz bərabərləşir. O gün ki, dünya tərəzisində qaranlıqla işığın bərabərliyi eyni olur. O gün hamımızın günüdür. O gün bütün yerin günüdür. Həmin gün bərabərliyin, ahəngin, nizamın günüdür. Həmin gün ən müxtəlif təqvimləri olan ən müxtəlif xalqların da əslində hamısı üçün yeni ilin, əsl yeni ilin, gerçək yeni ilin, dünyanın yeni ilinin başlandığı gündür. O günün adı Novruzdur. Bütün dünyanın və bizim təzə günümüz.
Bayramsız xalq yoxdur. Hər xalqın öz bayramları var. Birində az, birində çox. Birinin bayramları xeyli qədimdir. Birinin bayramları nisbətən cavan. Elə bayramlar var ki, ayrı-ayrı xalqlarda olsalar da bir-birlərinə bənzəyirlər. Amma ayrı-ayrı xalqların elə bayramları da var ki, heç kəsin bayramına oxşamır, tam təkrarsızdır. Bayramlar saysızdır. Amma bütün xalqların bütün bayramlarını qovuşduran ümumi bir cəhət var. Dili kimi, sözü kimi, musiqisi kimi, mədəniyyəti kimi bayramlar da hər xalqın ruhunun ifadəçisidir. Elə bayramlar var ki, tarixin hansısa kəsiyində yaranırlar, müəyyən müddət yaşayırlar, sonra ömürlərini başa vurub gedirlər. Mövsüm bayramları var, təqvim bayramları var, siyasətlərin təqvimlərə qondurduğu bayramlar var. Bayramlar gəlir, gedir. Amma elə bayramlar var ki, ömürləri uzundur, həmişə insanlarladır və insanların içərisini müdam işıqla doldururlar. Tarixi vəsiqələri vərəqlədikcə onu görürük ki, elə Azərbaycanımızda da arxada qalan əsrlər, minillər boyu saysız bayramlar olub. Bir zamanlar yurdumuzda Azərcan deyilən bir bayram olub. Bu, o zamanların bayramıdır ki, insanlarımız oda sitayiş edirlərmiş. Bu bayram indiki təqvimlə deyəcək olsaq, noyabr ayının sonlarında keçirilərmiş. Qarşıdan qış yaxınlaşır. İnsanlar o qışla savaşa, o soyuqla döyüşə hazırlaşırlar. Bu bayramda insanlarımız həmişə odla birgə olduqlarını, odun onlara hayan olduğunu, odun hər bir insanın içərisində olduğunu göstərərlərmiş. Ayrı bir bayramımız varmış, sentyabr ayında keçirilərmiş, sentyabrın 21-dən 22-sinə keçən gecə. Yalnız mart ayında, martın 21-dən 22-sinə keçən gecə bərabərləşmir ki, gecə ilə gündüz. Sentyabrda da, sentyabrın 21-dən 22-sinə keçəndə də bərabərləşir. Amma bu bərabərləşmə ilə o bərabərləşmənin bir fərqi var. Mart ayında, martın 21-dən 22-sinə keçən gecə, gecə ilə gündüz bərabərləşir və həmin gündən hər gün işıq artmağa başlayır, günlər uzanır. Sentyabrın 21-dən 22-sinə keçən gecədə gecə ilə gündüz bərabərləşir. Amma həmin gündən etibarən gecələr uzanmağa, gündüzlər qısalmağa başlayır. Ona görə də yaz bayramı insanların qəlbinə, ruhuna daha yaxındır. Çünki bu işığın gün-gün artdığı bayramdır, istinin artdığı bayramdır. İnsanların içində şövqün, ilhamın çoxaldığı bayramdır. Uzaq əsrlərdə Azərbaycan insanları sentyabrın 21-dən 22-sinə keçən gecə Mehrican bayramını qeyd eləyərlərmiş. Zəhmətkeş insanların il boyu yetişdirdiklərinin varını, bəhrəsini topladığı günlərə təsadüf eləyən Mehrican bayramı həm də bərəkətin bayramıydı, ruzinin bayramıydı. Ancaq bir ayrı bayramımız da olub. Yanvar ayının 5-i ilə 15 arası qeyd eləyərlərmiş o bayramı. Sayaçı bayramı deyərlərmiş ona. Sayaçı bayramı insanların heyvanlara qayğısının, mərhəmətinin bayramıdır. Və belə bir inam da var, həm də tək bizdə yox, dünyanın çox ölkəsində ki, heyvanların hamısı məhz yanvar ayının həmin günlərində yaranıblar. Bu bayramlardan savayı da neçə-neçə bayramlarımız olub. Xalqın yaddaşında, salnamələrdə onların izləri qalmaqdadır. Bayramlar gəliblər, gediblər. Onlardan hansılarsa daha böyük bayramlara qovuşublar. O bayramların içində əriyib bitiblər. Və bir də Novruzumuz var. Həmişə təzə olan, ruhunda, mahiyyətində olan yeniliyi həmişə hifz eləyib saxlayan Novruz. Bəlkə də bir zamanlar olmuş, yaşanmış bayramların çoxu elə Novruz ünvanına qovuşub. Novruzu müxtəlif zamanlarda hakimiyyətlər, siyasətlər öz tərəfinə çəkməyə çalışıb. İstəyiblər ki, aparsınlar Novruzu öz yanlarında taxta otursunlar. Alınmayıb. Dinlər Novruzu özününkiləşdirmək istəyib, başını çalmalı, əynini əbalı görmək istəyiblər, alınmayıb. Təriqətlər Novruzu öz tərəfinə çəkmək istəyib, cəhd eləyiblər ki, ona xirqə geyindirsinlər, lakin bu da baş tutmayıb. Novruz həmişə sadə insanlarınki olub, yəni bütün insanlarınki, özü kimi Novruz bütün insanlara da bərabər yanaşıb, bütün insanları bərabər tutub. O günkü fəsli yaz olur, gecə gündüz taraz olur. Əslində, bunu tərsinə də demək olar. Gecə gündüzün taraz olduğu, bərabərləşdiyi gündə Novruz gəlir.
yaz gəlir. Novruz yerdə yaranmış bayram deyil, Novruz göydən gələn bayramdır, günəşin bayramıdır. Gecə ilə gündüzün bərabərliyini yaradan, işıqla zülmətin bərabərliyini təmin eləyən odur, günəşdir. Günəşdən gəldiyinə görə, göydən gəldiyinə görə o bayramı kəməndə salmaq, o bayramı kiminsə özününki etmək imkanı yoxdur. O bayram əvvəldən hamınınki olub, həmişə də bütün insanlarınki olaraq qalacaq. Onun var olduğu müddətsə elə yer kürəmizin var olduğu müddətdir. İnsanlığın var olduğu zamandır. Var olduğu müddətcə ən siyasətsiz bayram olub, amma ən siyasi də bayram olub. Bərabərlikdən, düzlükdən, insafdan, ahəngdən, nizamdan böyük nə siyasət ola bilər ki? Elə bir siyasət ki, ona böyükdən kiçiyə bütün dünya insanının həmişə ehtiyacı var. Göylər bu bayramı yerə, insanlığa həmin əbədi ehtiyacı ödəmək üçün göndərib. Bayramlar çox olsa da bütün zamanlar boyu Novruzdan böyüyü, Novruzdan təntənəlisi, Novruzdan daha çox insanları əhatə eləyəni olmayıb. Ona görə də həmişə dinlər istəyiblər ki, onu öz yanlarına çəksinlər. Atəşpərəstlik istəyib ki, Novruz onunki olsun. Əlbəttə, onunki idi həm də. İslam istəyib ki, Novruz onunki olsun. Həm də onunki idi əlbəttə. Amma nə onunki idi, nə bununki. Novruz hamınınki idi və həmişə də hamınınki olaraq qalıb. 7-ci yüzildə hələ İslamiyyətin təzə bərqərar olduğu çağlarda ərəblər Novruzu yasaq eləmişdilər. Lakin ağıllı insanlar, başbilənlər gəlirlər xəlifə Muaviyyənin yanına, deyirlər ki, el arasında bu bayramın adı Hürmüz bayramı olsa da, atəşpərəstlər də vaxtı ilə onu qeyd eləyiblərsə də, bu qətiyyən atəşpərəstlərin bayramı deyil, bu Novruz bayramıdır, təzə gün bayramıdır, Hürmüz bayramı deyil. Muaviyyə bayramın keçirilməsinə icazə verir, amma bir şərtlə, bayramı qeyd eləyənlər vergi ödəməlidirlər. Vaxt keçir, hansı xəlifənin qulağını necə doldururlarsa, Novruza münasibətdə o da o cür hərəkət edir. Müəyyən dövrdə Novruza qarşı yasaqlar olur, amma xəlifə Ömərin dövründə yenə Novruz təntənə ilə qeyd edilməyə başlayır. Amma Novruzun həyatında, İslam dünyasında ən yaxşı dövrlərdən biri Xəlifə Məmunun hakimiyyəti illərinə təsadüf edir. Bu 9-cu yüzil idi. Xəlifə Məmun Novruz bayramının hamılıqla qeyd edilməsi haqqında qərar qəbul edir. Və cəmaat arasından Əmir-i Novruz deyilən bir adam seçilərdi ki, o Novruz şənliklərini idarə eləyərdi. Ötmüş zamanlarla bugün arasındaki ən mötəbər körpülərdən birini yaratmış bilik dəryası Əbu Reyhan Biruni'dən bizə bir əsərdə saxlanc qalıb. Keçmiş, itmiş əyyamların abidələri. Həmin əsərdə Əbu Reyhan Biruni Novruzun haqqında da bilgilər verir və Novruza Məhəmməd Peyğəmbərin münasibətindən də yazır. Əbdüssəməd İbn Əliyə istinadən xəbər verir ki, günlərin birində Məhəmməd Peyğəmbərə gümüş bir camın içərisində bayram halvası gətirdilər.
Məhəmməd Peyğəmbər soruşdu ki, bu nədir? Dedilər ki, bu bayram halvasıdır, Novruz bayramının halvası. Soruşdu ki, o bayram nə bayramdır? Dedilər ki, bu gecə ilə gündüzün bərabərləşdiyi anın insanlar tərəfindən şənliklə qeyd edilməsidir. Məhəmməd Peyğəmbər qayıtdı ki, bəli, o Allah Taala'nın insanları öldürüb yenə sonradan diriltdiyi gündür. Dübarə soruşdular ki, ya Peyğəmbər, o gün nə gündür? O öldürülənlər kimlər idi? Onları niyə öldürmüşdü Allah Taala? Peyğəmbər cavab verdi ki, bunlar o insanlar idilər ki, ölüm qorxusundan öz yurtlarını atıb gedirdilər. Və onda Allahdan ölün əmri gəldi və onlar hamısı öldülər. Amma Allah rəhmə gəldi və elə həmin gün bir yağış yağdırdı, onların ruhunu təzədən diriltdi. Bunları söyləyəndən sonra Məhəmməd Peyğəmbər həmin gümüş camdakı Novruz halvasından daddı və qalanını əsabələrinə verdi, ardıca da Novruza xeyir duasını dilə gətirdi. Söylədi ki, həmişə Novruz olsun, həmişə bayram olsun. Novruz sədaları Dədəm Qorqud Oğuznamələrindən gəlir. Gümbür-gümbür nağaralar çalınır. Oğuz bəyləri dağ döşündə tonqallar yandırıblar. Ağlı qırmızılı çadırlar qurublar, şənlik eləyirlər. Novruz sədaları 1000 il əvvəldən Firdovsinin Şahnaməsindən gəlir. Novruz sədaları 9 əsr öncədən Nizami Gəncəvidən gəlir. Nizami Gəncəvi İskəndərin Bərdiyə gəlməsi, Nüşabə ilə görüşünü təsvir eləyir və həmin görüş Novruz günlərində baş verir. Demək, düz 24 əsr bundan əvvəl. Novruz haqqında 12-ci yüzildə siyasətnaməsində Nizamülmülk yazırdı. O böyük düşüncə, o intihasız ilham sahibləri Novruz haqqında duyğularını, düşüncələrini qələmə, sözə gətiriblər. Ayrı-ayrı təfərrüatları gələcək nəsillərə çatsın deyə yazlaşdırıblar. Amma Novruz haqqındakı ilk, böyük, Novruza yaraşan və bütün gələcək nəsillərə çatacaq ən mükəmməl əsəri yaradan Ömər Xəyyam Nişaburi olub. Riyaziyyatçı, nücum alimi, filosof, şair Ömər Xəyyam. Ömər Xəyyam dünyaya işıq gətirənlərdən idi. Anha ki, muhit-i fəzl-u adab şudənd, در کسب کمال جمع اصحاب شدند ره زین شب تاریک نبردند برون گفتند فسانه‌ای و در خواب شدند. Ömər Xəyyamın bu parlaq misralarını vaxtında elə həmin parlaqlıqda Böyük Hüseyin Cavid ana dilimizə çevirmişdi. Fəzli ürfanı tanınmış neçə dahi başlar ürafa bəzminə fanus olaraq parladılar. Birər əfsanə deyib getdilər, əfsus, əfsus, bu qaranlıq gecədən çıxmağa yol bulmadılar. Ömər Xəyyam qaranlıq gecələrdən yol aramağı bacaran və yolu tapanlardan idi.
əsrlərdən qalan ən mükəmməl tarix kitablarından birinin müəllifi İbn Əl-Əsir özünün Əl-Kamil fit-Tarix əsərində yazır ki, 1074-cü ildə Məlikşah Ömər Xəyyamı İsfahana göndərdi. 1074-cü il Ömər Xəyyamın şöhrətinin yeni yayıldığı çağlar idi və İbn Əl-Əsir xəbər verir ki, Ömər Xəyyam 1074-cü ildən ta 1093-cü ilə qədər İsfahanda Məlikşahın yaratdığı rəsədxanada çalışdı. Rəsədxanada çalışır və çox böyük işlər görür. Onun bütün başqa qiymətli əsərlərindən savayı bir risaləsi də var. Ömər Xəyyam İsfahan rəsədxanasında qəliz nücum araşdırmalarıyla məşğul idi və o bir dəqiq astronomik təqvim də düzəltmişdi. Ömər Xəyyamın 12-ci yüzildə yaratdığı həmin astronomik təqvimin dəqiqliyini, hətta indi işlənən ən müasir astronomik təqvimdən daha mükəmməlliyini sübut edən vacib bir cəhət var. Astronomik təqvimlər, araşdırmalar nə qədər dəqiq aparılsa belə, ildə saniyənin 1/1-mi, 1000-1-mi hissəsi qədər yanlışlıq verir. Beləcə həmin saniyə qırıqları 10 illər, 100 illər, 1000 illər keçdikcə üst-üstə qalaqlanır və saata çevrilir, günə dönür. İndi dünyanın sahib olduğu ən müasir astronomik təqvim 3333 ildə bir gün təhrifə yol verir. Amma Ömər Xəyyamın 12-ci yüzildə düzəltdiyi təqvim 5555 ildə bir gün. Dəqiqliyin səviyyəsinə fikir verin. Və Ömər Xəyyam hökmdarın sifarişi ilə Novruza həsr edilmiş bir əsər də yazır. Onun rübailəri yer üzündə hər kəsə bəllidir, saysız dillərə çevrilib. Amma Novruznaməsi də onun rübailərindən geri qalmayan bir gözəlliyə malik əsəridir. Əsər tarixi rəvayətlərlə, hikmətli hekayətlərlə bəzənib, əvvəldən sonacan bir nəfəsə oxunur, amma Ömər Xəyyam həm də alim idi. Nasir olmaqdan, şair olmaqdan daha əvvəl alim. Ona görə də Novruzdan yazırkən, Novruz ruhu ilk səhifəsindən son səhifəsinəcən yaşayan bu əsərdə əlbəttə ki, Novruzun mənşəyindən, onun göylərlə bağlılığından da bu böyük astronom yazmaya bilməzdi. Və Novruznamənin lap başlanğıcında Ömər Xəyyam bu bayramın yer hadisəsindən daha əvvəl göy hadisəsi olduğuna diqqət yönəldir. Yazır ki, günəşin iki dövrü var. Hər il günəş gəlib Qoç bürcünə daxil olur, o anda gecə ilə gündüz bərabərləşir və Novruz başlanır. Yeni gün başlanır, yeni il başlanır. Və tarixdən, dünənlərdən bizə sarı bir doğma soraq da uçub gəlməkdədir. Mahmud Qaşqarinin Divani Lüğət-ət-Türkündən gələn xəbər. Mahmud Qaşqari həmin vaxtlarda işlənən təqvim haqqında da bilgilər verir və orada hər ay bir bürcə bağlıdır. Mahmud Qaşqari Azərbaycanlıların, Oğuz türklərinin, ulu babalarımızın Qoç bürcündən olduğunu deyir. Qoç bürcünə bağlı olduğunu yazır. Demək, əcdadımız, ulu babalarımız, qədim Azərbaycanlılar lap başlanğıçdan, lap təməldən günəşin Qoç bürcünə daxil olduğu həmin anla, gecə ilə gündüzün bərabərləşdiyi həmin dəmlə, Novruzun gəldiyi, yeni günün gəldiyi həmin çağla bağlıdır, bayramla bağlıdır. Bayram həmişə millətimizlə olsun. Bəxtinə düşən ömür möhlətini gözəl əməllərlə,
Savab işlərlə yaşayanlara müqəddəs kitabımız da, müdrik inancımız da o dünyada cənnət vəd eləyir. Amma Allah mərhəmətlidir. İnsanı o uzaq namüəyyənlikdəki günlərə qədər gözlətmir. Hərdən cənnəti elə bu dünyada da insanlar üçün cilvələndirir. Qayğısız abdal bir şair həssaslığıyla bunu sezmişdi. Yazırdı ki, Novruz elə Allahın insanlara bu dünyada göstərdiyi cənnət deməkdir. Erişdi badı Növruz gülsitanə, Gülüstan vaxtı yetdi tam oyanə. Təmamət yer üzü cümbişə gəldi, behişdə bənzədi dövrü zəmanə. 16-cı yüzildə isə sərkərdə şairimiz Məhəmməd Bayramxan Novruzun bütün bayramların ən doğması olduğuna onunla işarə edirdi ki, bu bayram yalnız bir kəndin, şəhərin bayramı deyil, hər evin bayramıdır. Bugün bayram, bugün Novruz, bugün toy, qayğı qəmsiz, sevinç yapar hər bir öy. Dədə Ələsgər isə sadə, amma hikmətlə dolu misralarına Novruzun ən mühüm fəlsəfəsini həkk etmişdi. Bahar fəsli, yaz ayları gələndə, süsənli sümbüllü, lalalı dağlar, yoxsulu, ərbabı, şahı, gədanı tutmaz bir-birindən aralı dağlar. Budur Novruzun mahiyyəti, budur Novruzun cövhəri. Şahla sadə bir insan, hökümdarla rəiyyət, varlıyla lap kasıb adam onun gözündə bərabərdir. Novruz fərq qoymur, ayırmır insanları bir-birindən. Salnamələrdə bu xəbər də var ki, Novruz günlərində hökümdar təğyir-i libas olardı. Hamının geyindiyi paltarlardan giyərdi, qoşlardı cəmaata. Gəlib durardı hakimin, qazinin qarşısında, deyərdi, cəmaatın sözünə qulaq as, cəmaat nə istəyir, qərarı sən ver. Mən bugün şah deyiləm, mən bugün insanlardan biriyəm. Və əslində sonralar Avropada dəv düşəcək karnavallar ki var, bizim insanlara əsrlər öncə gəlmişdi. Hamının bir bayram içərisində olduğu, hamının o bayram içərisində eyni olduğu bir tamaşa. Bu tamaşaya, bu ahəngə, bu Novruz ruhuna insanın həmişə ehtiyacı olub. Novruz hamınınki olmağına əlbəttə ki, hamınınkidir. Amma hər xalq da Novruzu özünə tərəf daha çox çəkmək istəyir. Ən əvvəl bu bayram mənimkidir deyir. Hər kəsin haqqı var. Amma heç kəs də gərək unutmaya ki, bu bayram əvvəlindən bugünəcən və bütün gələcək boyda hamınınki olaraq olub və qalacaq. Təbii, Novruzu özünə bir köynək daha yaxın bilmək Novruza olan məhəbbətdən gəlir. Amma hansı xalqın Novruzu daha qədimlərdən qeyd etməsinə daha çox sübutu var? Əlbəttə ki, bizimki. Qobustan qayaları üzərində yaşı 5000 il, 10.000 il, 15.000 il olan rəsmlər var. O rəsmlərdə yallı gedən insanlar. Yallılar əsrlərcə xalqımızı qovuşduran ən sevimli bayram rəqslərindən olub. Bugün də Naxçıvanda 40-dan artıq məşhur yallılar var. Qobustan qayalar üzərində ulu Azərbaycanlılar yallı gedirlər.
Amma bu hamısı deyil, Qobustan qayalarının arasında bir daş qaval da var. Dünyanın ən qədim musiqi aləti. O daş qavalın sədaları altında rəqs eləyirmiş o yallı gedənlər. Həmin o daş qavaldan gələn səslərdir ki, gümbür-gümbür nağaralarda, Dədəm Qorqud Oğuznamələrində əks səda verir. 1973-cü ildə Azərbaycanın görkəmli sənətkarı Çingiz Mehdiyev əsrlər, bəlkə min illər ayrılığından sonra elə o Qobustan qayaları arasındakı daşlardan götürdü, keçdi həmin daş qavalın arxasına və daş qavalı çalmağa başladı. Daş qaval dilləndi. Daş qaval 1000 il əvvəl, 3000 il əvvəl, 5000 il əvvəl, 10.000 il əvvəl Azərbaycan insanının Novruz şənliklərində səsləndiyi kimi səsləndi. Özüm görmüşəm, şahid olmuşam. Yəqin başqaları da az görməyiblər. Bugün də köhnə yaddaşın təsiri ilə, qanın hökmü ilə Azərbaycan insanları, o insanlar ki, Qobustan həndəvərindəki kənd-kəsəkdə yaşayırlar, müəyyən şad günlərində, toy düyünlərində mütləq o çal-çağırla gəlirlər Qobustan qayalarının arasına. Sanki babalardan xeyir-dua alırlar. Bir zamanlar burada, o qayaların arasında insanlarımız Novruz şənlikləri keçirərdilər. İndi də o ətrafda yaşayan Azərbaycanlılar Novruz günlərində çal-çağırları ilə, xonçaları ilə həmin məkana gəlirlər. Qan çəkir, tarix çəkir, Novruz cəzb eləyir. Novruzu bayram eləyən bütün başqa xalqlardan bizə daha yaxın eləyən, Novruzun bizlərdə ən qədimlərdən bayram edilməsinin bir başqa sübutu da Qız Qalasıdır. Yaşı bilinməyən, sinni min illəri ötən Qız Qalası. Qız Qalası ocaqlarımızın ən böyüyüymüş. Qız Qalasının hündürlüyü 28 metrdir. O Qız Qalasının altına təbii qaz gələrmiş və təbii qazın mavi alova çevrilməsi üçün 28 metr hündürlük lazımdır. Qız Qalasının da hündürlüyü 28 metr. Qız Qalasının zirvəsində çaxmaq çalarlarmış, mavi alov dikələrmiş və zərdüştlüklər, atəşpərəstlər də məhz mavi alovu müqəddəs sayırdılar. Qız Qalası ucalığındakı bu ocaq şöhlələndikcə insanlar onun çevrəsində rəqs eləyərlərmiş, oxuyarlarmış, şərqlər söyləyərlərmiş. Novruzu babalarımız belə qeyd eləyərlərmiş. Novruzu keçirən hansı xalqın Qız Qalası ucalığında ocağı, hansı xalqın Qız Qalası qədimliyində ocağı var?
Azərbaycana ta qədimlərdən odlar yurdu deyiblər və səbəbsiz də deyil. Ocaqlar yalnız torpağımızın üstündə yanmayıb, o dalov torpağımızın altından da püskürüb çıxıb. Ona görə də atəşpərəstlər Hindistandan tutmuş, Mavərən nəhərdən tutmuş, dünyanın neçə ölkəsindən buralara baş çəkiblər. Yalnız şərq ölkələrindən deyil ki, Norveçdən də bura gəliblər. Zamanında Tur Heyerdal gəlib çıxmışdı Qobustan qayalarının arasına. Oradakı rəsmlərdən biri Tur Heyerdalı mat qoymuşdu. Bu məşhur Norveç səyyahı və alimi dünyanın çox ölkələrində olmuşdu, çox kitablar oxumuşdu, çox rəsmlər görmüşdü. Amma bu rəsmə bənzəyənini heç yerdə görməmişdi. Bu bir qatlama gəminin rəsmi idi. Nə idi qatlama gəmi və qatlama gəminin rəsmi niyə Tur Heyerdalı bunca heyrətləndirmişdi? İş ondadır ki, tarixin uzaqlarında həmin Norveçin özündə də qatlama gəmilər olub. Nəymiş bu qatlama gəmilər? Dəridən, göndən düzəlirmiş o gəmilər. Bir yerdən başqa yerə üzüb sahilə çatınca həmin insanlar o qatlama gəmiləri çıxardırlarmış qırağa. Gəminin içərisindəki ağacları bir-bir götürürlərmiş və qatlayırlarmış gəmini, alırlarmış dallarına. Yenə harasa su ilə üzmək ehtiyacı yarananda açırlarmış o qatladıqlarını, içərisinə ağaclar düzürlərmiş və yenə dönüb olurmuş gəmi. Minirlərmiş, üzürlərmiş və o rəsmlər də Qobustan qayalarında əksini tapıb. Və səbəbsiz deyilmiş sən demə. Sən demə, bu gizlincin tarixin içində cavabı da varmış. Həmin o qatlama gəmilərdə zamanında Vikinglər, Norveçlilər bura Abşeron'a gəliblərmiş, Qobustana da çatıblarmış. Atəşpərəstlərmiş onlar da, o da sitayiş eləyənlərmiş onlar da. Tale elə gətirdi ki, artıq Tur Heyerdalın həyatda olmadığı vaxtlarda yolum Norveçə düşdü, onun adına bağlı muzeyə getdim. O muzeydə Norveçin qədim tarixini əks elətdirən əşyalar, kitablar, qədim yazılar vardı. O cümlədən qatlama gəmilər də vardı orada. Və həmin kitablardan o köhnə Norveç əsatirlərindən birini vərəqləyirdim. Bir ad diqqətimi çox cəlb etdi. Azər Odin. Norveçlilərin elə bizim Kitab-ı Dədə Qorqud dastanları kimi olan əsatirinin baş qəhrəmanı Azər Odin. Azər Azərdir, od oddur, din də dindir. Od dinni Azər və əsatir tarixi rəvayətlər onu söyləyir ki, Azər Odin burada olub atəşpərəstliyin dalğalarını buradan Norveçə aparan o olub. Adı bəlkə də başqaymış. Sonradan elə bu dinin təsiri ilə, buraların hökmü ilə adını da dəyişib Azər Odin edib. Ya elə bəlkə əvvəldən adı o cürüymüş. Yəni od, ocaq, alov tarixin bütün dövrlərində insanları qovuşdurur və Azərbaycan nə xoşbəxtdir ki, onun min illər olduğu kimi bu gün də ucalan və yenə hər Novruzda ətrafına Azərbaycanlıları toplayan Qız Qalası boyda ocağı var.
Özü də, sözü də əbədi baharımız olan Məhəmməd Füzulinin yaza, Novruza münasibəti də tamam başqaydı. O, digərlərindən fərqli olaraq belə düşünürdü ki, Novruz yalnız ildə bir dəfə gələn, gecə ilə gündüzün bərabərləşdiyi anda baş verən hadisə deyil. Füzulinin nəzərincə, sən gözəl bir camala baxırsansa, nəcib bir əməllə üz-üzəsənsə, sənin qəlbini sevindirən bir hadisənin fərəhini yaşayırsansa, elə o gün əslində Novruzdur. Hər gün açar könlümü zövqü vüsalın yengidən. Gərçi güllər açmağa hər ildə bir Novruz olur. Məgər haqlı deyilmi Füzuli? Məgər insanın içərisində bahar varsa, qarlı qış günü də onun üçün bahara çevrilmirmi? Hər il öz məqamında, gecə ilə gündüzün tənləşdiyi anda Novruz sevincləri hər birinizlə olsun. Amma ilin sıradan olan bütün günlərində də həmin günləri Füzuli deyən kimi elə Novruza döndərə biləcək fərəhlər, sevinclər, uğurlar daim millətimizlə olsun. Vətənimdir, 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 vətənim. Vətənimdir, 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 vətənim.